Bütün dillərdə heca vurğusu var. Bu, həmin sözün bir növ möhrüdür. Onu dəyişdirmək düzgün deyil. Amma sonradan qəbul edilmiş bəzi sözlərdə təbii ki, dilçilərin getgəlləri olur, tərəddüdləri olur. Ana dildə olan formasını saxlayaq, yoxsa öz dilimizdə uyğunlaşdıraq. Zaman-zaman bu müzakirələr hər zaman gedib. Qaldı konkret sözlərə. Məsələn, biz uzun illər necə öyrəşmişdik? Enerji, ekspert, mağaza kimi öyrəşmişdik. Enerji, ekspert, mağaza eləyiblər. O mağazanın məntiqini mən hələ də anlamamışam. Rus dilində bu mağazindir, düzdür. Axı biz onu mağazin olaraq götürməmişik, biz onu mağaza eləmişik. Dilçilik çox qeyri-dəqiq sahədir. Əslində hər bir dilçi keçmiş qaynaqlara söykənərək müəyyən arqumentləri gətirib isbat edə bilər ki, bu söz belə yazılmalı və ya tələffüz edilməlidir. Digər dilçinin arqumenti nə üçün zəif qalsın? Axı tarixdə, onun da araşdırmasında maraqlı faktlar tapılıbdır. Məncə, bu iki seçim arasında qalanda əhali ən çox necə istifadə eləyir sualının cavabına üstünlük verilməlidir.